Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Paytaxtın bəzi küçə və məhəllələrində açıq vəziyyətdə qalan lyuklar sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Xüsusən də gecə saatlarında və qaranlıq ərazilərdə belə bir vəziyyət daha risklidir. Ətraflı bizim növbəti reportajımızda xəbərimiz var. Paytaxtın müxtəlif ərazilərində kanalizasiya lyuklarının qapaqlarının açıq qalması və olmaması tez-tez müşahidə olunur. Suraxanı rayonu Əmircan qəsəbəsi Nərman Nərmanov küçəsindəyik. Məktəb ərazisidir. Burada kanalizasiya lyuku sınıb. Bu isə sürücülər və piyadalara ciddi təhlükə yaradır. Gecə saatlarında isə təhlükə daha da artır. Bir tək burada deyil, biz bu yolların çoxunda belə problemlərlə üzləşirik. Yəni, çox vaxtlar, məsələn, qaranlıqdan biz buradan keçmişik, təkərlər düşübdür, əziyyət çəkmişik. 3-4 ay, 5 ay olar. Orada zibil dolmuşdu, su axmırdı, gedirdi, yol bütöv su idi, kanalizasiya suları. Bakıxanov qəsəbəsi Zabrat küçəsidir. Burada isə vəziyyət fərqlidir. Açıq qalan lyukun üzərinə təkər qoymaqla problemi həll etməyə çalışıblar. Hər kəs buna düşə bilər. Özü böyüklər də buna düşə bilərlər, məsələn, görməsələr də. Mən də özüm bir dəfə ayağım ilişdi, az qala yıxılırdım. Bura isə Abşeron rayonu Xırdalan şəhərindəki küçələrdən biridir. Lyukların üstündəki dəmirləri götürürlər. Bilmirəm ki, məsələn, lazımdır oğurlayırlar, neymirlər. Düşür zədələrində, yəni. Ona diqqət eləyən də yoxdur. Hamısı belə yağmalıdır. Azı ziyandanca yola. Yolda maşınlara da. Gedim biraz qabağa, lyukların hamısı açıqdır. Maşın düşür, nəm tiyaqası əlir, diski əlir. Valla çox çətinliklər yaradır da. Yəni apasında Allah göstərməsin, ora maşın düşür, hadisə də ola bilər. Mütəxəssislər bildirirlər ki, bu geniş yayılmış infrastruktur problemlərindəndir. Belə bir vəziyyət həm nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradır, həm də piyadaların həyatını riskə atır. Minş avtomobilinin təkəri ora düşsə, qopa bilər və təbii ki, bu qopandan sonra minş avtomobili aşa bilər, istiqamətini dəyişib yol kənarındakı maneələrə çırpıla bilər, yaxud yolun əks tərəfinə keçib əks tərəfdən gələn nəqliyyat vasitəsi ilə toqquşa bilər. Təcrübədə bəzən olur ki, həmin o kommunikasiya lyuklarına düşən piyada və yaxud da nəqliyyat vasitəsinin özü müxtəlif zədələr olduğuna görə ziyana məruz qalırlar. Bax, belə hallarda vurulmuş ziyanın qarşılığı həmin kommunikasiya lyukunun sahibi və yaxud da ümumən yolun sahibi tərəfindən ödənilməlidir. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirdilər ki, qeyd olunan ünvanlara yerində baxış keçiriləcək və məsələ ilə bağlı araşdırma aparılacaq. Şamilə Şamil qızı, Novruz Kazımov, ASTV Xəbər.